Deməli, hal-hazırda günorta saatlarıdır. Artıq biz də məzuniyyətə keçirik və bu xanım qızı da məzuniyyətə yola salıram. Rayona gedirlər bir aylıq. Saçımın başımın halına. Rayona gedirlər və bugün onunla dərsimizi keçəndə fərqinə vardım ki, sentyabrda onu götürəndə digər müəllimlərin yanına girirdi, digər otaqlarda dərslər keçirdi və mən onu sentyabrda götürmüşəm dərsə. Həftədə 2 dəfə ilə gəlirdilər. Bir müddət davamlı gəldilər, masaj etdim. Ondan sonra biz dərslərimizə keçdik. Daha çox koklear implantda səs fərqləndirilməsi üzrə çalışdıq. Dislaliyamız vardı bizim paralelində. Dislaliyada səslərin bir-bir qoyuluşu, sözlərdə, hecalarda deyilişi, ümumi nitqimizdə onun avtomatlaşdırılması üzrə tapşırıqlar etdik. Və bugün bu qəşəng qızın nitqi artıq aydındır, səlisdir və başa düşüləndir. Heç bir hazırlıqda demirlər ki, o koklear implantdır. İstəyirəm ki, Banu sizə biraz nağıl danışsın və baxaq görək onun nitqi necədir, siz onu başa düşə bilirsinizmi? Buyur. Bir var idi, bir yox idi, bir baba var idi, baba top içdi, bir müddət sonra top böyüdü və topu çıxarda bilmədi. Baba nənəni köməyə çağırdı. Onlar bir yetişdən topu tatdıra çıxarda bilmədi. Saxla. Nənə. Gözlə. Hə. İndi sən hara gedirsən? Tətilə. Hə. Kənddə. Rayona gedirsən, düzdür? Kəndə. Kəndə gedirsən. Bol-bol istirahət elə. Qaydanda artıq hardan qalmışdıqsa, oradan davam edək. Yaxşı? Yaxşı.